Ramazan yağışında islanmaq. Ramazan kəlməsi lüğətdə bu mənaları ehtiva edir. Yayın sonunda payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış. Günəşin istiliyindən qızmış yerdə yalın ayaqla yermək və yanmaq. Qılıncın iki daş arasında qoyulub itilənməsi üçün döyülməsi Allahın gözəl adlarından biri. Ramazan orucu təmizlənmə, itilənmə və müdafiə aktı kimi möminlərin həyatına əks olunur. Ramazan yağışı çirklərdən və çirkinliklərdən təmizlənmə mövsümüdür. Cahillərin üfunətli və çirkli havasından xilas olub, vəhy iqlimindən nəfəs almaq yürüşüdür. Çirkli işlərdən əl çəkmək və ədavətləri kənara qoymaq qərarıdır. Çirkli əllərin çirkin işlərdə göstərdikləri cəsarətə qarşı durmaqdır. Beyinlərdəki səhralaşma, ürəklərdəki quraqlaşma bu yağışa möhtazdır. Kin, kif, pas, çürüyən bir cəmiyyət, bəşəriyyət bu yağışla nə vaxt görüşəcək? Ramazan yağışı ilə başlayan bir təmizlik hərəkatı, təmizləmə əməliyyatı, təmizlənmə aksiyası. Öncə özümüzdən başlayaraq bu yağışa göz yaşlarımızla yoldaşlıq etməliyik. Ramazan atəşi, iştah, şəhvət, istək, ehtiras atəşlərini neytrallaşdıracaq oruc atəşi. Ürəklərə bu od düşmədən Allahla ünsiyyət qurula bilərmi? Bu oda razı olanlar, əzm göstərənlər əbədi oddan xilas olacaq və qazanacaq. Oruc, yaradılışda gizli olanları hərəkətə keçirib ruhlandırmaqdır. Ramazan bilməkdir. Şirkə, zülmə, münkərə qarşı həssaslığın, oyanıqlığın uc nöqtəsidir. Daxili rahatlıq və qəlbin təkamülüdür. Həzrət Məryəm, istimaiyətin ittihamına, böhtan və fitnəsinə sükut orucu ilə cavab verirdi. Bu mövqe müəyyənləşdirməkdir. Oruc bir səfərdir, Ramazan səfərbərliyi. Sadədən aliyə, gəlib keçəndən əbədiyə, qüssədən qorxuya, Rəbbani yaxınlaşmaya zəmindir oruc. Allaha yaxın olmaq, onunla birlikdə olmağın ləzzətini dadmaq, iradi və şuurlu bərabərlikdir. Orucla həyata daxil olmaq, həyatdakı adiləşməyə, yadlaşmağa, qopmağa qarşı həssaslıq və məsuliyyət yenilənməsidir. Adi həyatdan kənara çıxmaq, daxili inkişaf, məhəbbət dolu addımdır oruc. Ramazan məktəbinin mənsub və daimi ziyarətçiləri olaraq həyatı proqramlaşdırmaq məsuliyyəti altındayıq. Şəxsi inkişafı, kimlik qazanmaq, keyfiyyət və xidmət göstərmək üçün təkamül dərsləridir oruc günləri. Ramazan günlərimizə və müzakirələrimizə nələri daxil edəcəyik? Bu Ramazan ayı keçən ömrümüz üçün bir kompensasiya sınağı ola bilməzmi? Yoxsa bu Ramazan günləri də dostların xatır, hörmət üçün bu iftar sənin, bu ziyarət mənim məntiqi ilə vaxt keçirmə vərdişləri ilə mi davam edəcək? İnsanlara xidmət göstərməkdə irəliləyiş, Allahın istədiyi kimi həyat sürmək, özümüzə çəki düzən vermək bacarığıdır oruc. Oruc özü ilə məhz bunları gətirir həyatımıza, belə davam edək deyə. Oruc bir qalxandır. Orucun müdafiə çətiri altına daxil olmaq, qorxular, şübhələr, qayğılar qarşısında qorunmaq, sürüşkən yerdə ayaqları yerə düzgün basmaq, eyni zamanda addımları sürətləndirmə səyi. Bu baxımından Ramazan ayının günləri qulluq səviyyəmizi test etmək imkanı verir bizə. Oruc eyni zamanda iradənin asıllıqlardan, zəiflikdən, acizlikdən xilas və azad olmaq hərəkatıdır. Rəbbin razılığı ilə qarşılaşmaq üçün ortaya bir iradə qoymaqdır.
Hədəf götürülən nəticə Allahın əxlaqı ilə əxlaqlanmaq, onun izzəti ilə izzətlənmək, nuru ilə nurlanmaq, Allahın boyası ilə daha gözəl rənglənmək arzusudur. Ramazanın rəhmətini həyatın hər anına daşımaq, ilin bütün gününü, hətta bir ömrü ramazanlaşdırmaq, həyatı Ramazan abı havası, həssaslığı ilə keçirmək lazımdır. Oruc qorunmaq və rahatlıq tapmamız üçün bizə təklif edilən dəyişmə fürsətidir. Dünyanın çirkinlik və eybəcərliklərindən sağlam və düzgün həyat üçün fürsət. 11 ayın qəflət və ətalətindən uzaqlanmaq və dincəlmək üçün həyati bir fürsət. Qovuşduğumuz Ramazan iqlimi və tutmaqda olduğumuz oruc bizi hara aparacaq? Kiminlə görüşdürəcək? Quran və Rasulullahla yaxın olmaq günlərində biz harada dayanırıq? Kitabla barışıq, Nəbi ilə tanışlıq mövsümündə həyatımızın gedişatından xəbər verə bilərikmi? Ramazan ayı bölüşməkdir. Bu günlərdə süfrəmizi kimlərə açmağı düşünürük? Hansı qapılara getməyi planlaşdırırıq? Ramazan ayı səfər siyahımızda neçə yoxsulun, kimsəsizin adı var. Evsizlərin, yetimlərin, yoxsulların başını sığallamağa vaxtımız olacaqmı? Əlimiz uzanacaqmı onlara? Fitrəmizi hansı məhdudiyyət üzərindən hesablanmağı düşünürük? Arpa çörəyi yemədiyimiz halda fitrə zəkatını arpa ilə hesablamaq bizə daha mı səmərəlidir? Festival, sərgi, təntənə, şənlik və səs-küyü aşıb həqiqətən Ramazana çata bilsək, özümüzlə üzləşə bilsək, biz nəyin arxasındayıq? Ramazan keyfiyyətininmi, yoxsa ləzzətinmi? Həqiqətən hansına əhəmiyyət veririk? Allah Rəsulu xəbərdarlıq edir. Şeytanların zəncirini açanlar biz olsaq, bəs şeytanlaşanlara nə deməliyik? Tutduğumuz oruc bizi özünə çəkmirsə, kimə nə deyə bilərik? Şeytanları alqışlayanlar, hörmət göstərənlər, həm də oruc tutan kimdən savab gözləyirlər? Oruc tutanlar azdır, yoxsa çox? Bilmirik. Ancaq oruca niyyət edib az qalanlar deyəsən çoxdur. Özümüzə sual verəcəyikmi? Ramazan ayının başlanğıcındakı mən ilə sonundakı mən arasında bir dəyişiklik və inkişaf görə bilirikmi? Görünən nədir? Yoxsa ümidlər bir başqa Ramazan ayınadırmı?